Bu, həm də dərin insan faciələri və siyasi etimadın, demək olar ki, tamamilə yox olması hekayəsidir. Hər şey o məlum tarixdə 1986-cı il aprelin 26-sında başladı. Çernobıl atom elektrik stansiyası o vaxtlar, yəni SSR texnologiyasının qüruru sayılırdı, elə deyilmi? Bəli, elə idi. Və 4-cü reaktorda adi bir təhlükəsizlik sınağı keçirilirmiş, amma nəysə çox pis səhv getdi. Mənbədə səbəblər necə izah olunur? Nə baş verdi əslində? Mənbə deyir ki, bir neçə kritik faktor üst-üstə düşdü. Birincisi, RBMK tipli reaktorun özünün dizaynı qüsurluydu. Dizayn problemi. Bəli, yəni aşağı gücdə işləyəndə çox qeyri-sabit idi və qəfil güc artımına meyilli idi. Bu çox təhlükəli idi. İkincisi, operatorlar. Təlimləri yetərli deyildi. O mühülə. Yəni, belə ekstremal vəziyyətlər üçün kifayət qədər hazırlıqlı deyildilər. Üçüncüsü də siyasi təzyiq olub ki, sınağı tez bitirin. Tələsdiriblər. Bəli. Və bütün bunlar birləşəndə reaktorun gücü, yəni nəzarətdən çıxdı və o 1000 tonluq reaktor qapağını parçalayan dəhşətli bir partlayış oldu. 1000 tonluq qapaq. Bəli. Və ən pisi də odur ki, qonşuluqdakı ahaliyə, yəni Pripyat şəhərinə dərhal heç bir xəbərdarlıq edilmədi. Bu çox dəhşətlidir.